Bugün 10 oktyabr 2025-ci ildə Futbol üzrə Azərbaycan və Fransa millilərinin Fransada başlayacaq görüşü var və mən bu görüşdə Azərbaycan milli komandasına uğurlar arzu edirəm. Təbii ki, futbolla maraqlanan, az çox futbol anlayışı olan, futbola baxan hər bir kəs bilir ki, Fransa millisi çox güclü bir futbol millisidir. Azərbaycandakı futbolun vəziyyəti, Azərbaycan milli komandasının durumu isə məncə danışmağa ehtiyac yoxdur, göz önündədir. Və mən elə bugün bu fürsətdən istifadə edib, həm də Azərbaycan futbolu haqqında, Azərbaycan futbolu ətrafında iqtisadi və siyasi mövzuda danışmaq istəyirəm. Azərbaycan futbolunun inkişafının niyə bu vəziyyətdə olması, daha doğrusu inkişafının olmaması, niyə Azərbaycan futbolunun 30 ildən daha çox müstəqillik dövründə niyə inkişaf yolu tapmamasına, niyə qonşu Ermənistan, qonşu Gürcüstana nisbətən onların bizdən resurs baxımından da imkanları zəifdir. Həm iqtisadi resurs baxımından, həm insan resursu baxımından. Amma niyə onlarda futbol bu qədər güclü inkişaf edib, bizdə heç inkişaf etmir? Bu mövzular haqqında danışmaq istəyirəm. Sizə də maraqlıdırsa, videonu sona qədər izləyə bilərsiniz, kanalıma abunə ola bilərsiniz və videonu bəyənsəz, təbii ki, bəyən işarəsini də orada basmağı unutmayın. Gələk Azərbaycan futbolunun inkişaf tarixinə və yaxud da ki, inkişafdan qalmış tarixinə. Niyə bizdə futbol inkişaf etməyib? İlk növbədə mən düşünürəm ki, futbolun inkişafı üçün həm də ölkədə iqtisadi azadlıqlar olmalıdır. İqtisadi azadlıqların olmadığı yerdə təbii ki, digər sahələr kimi futbol və idman növləri də inkişafdan geri qalır. Azərbaycanda ümumiyyətlə idman növləri az qala hər birimiz bilirik ki, hər bir idman sahəsi bir nazirliyə təhvil verilir və bunun inkişafı həmin nazirliyə bağlanır. Mən indi bir-bir ad çəkmək istəmirəm, amma konkret bugün ölkəmizdə hər bir nazirliyə bir idman sahəsi verilib ki, bu sahə ilə siz məşğul olun. Amma mən düşünürəm ki, bu çox yanlış strategiyadır və ona görə də Azərbaycanda bugün demək olar ki, artıq bütün idman növləri, futbol daha çox təbii ki, uğursuzdur. Digər idman növlərində də biz artıq uğursuzluğa doğru gedirik. Məsələn, əvvəl Azərbaycanda güləş idman növü, judo idman növü, və digər karate bizdə nisbətən bir qədər inkişaf etmişdir. Xüsusilə də güləşdə biz çox güclüydük. Amma indi biz diqqət edin ki, Azərbaycanlı güləşçilər daha çox milli komandadadır, yoxsa əcnəbi milliləşdirilmiş, xüsusilə də Dağıstandan daha çox, Çeçenistandan daha çox, yəni Rusiyanın Qafqaz dilli xalqlarından yığılmış və Azərbaycanlaşdırılmış şəxslər orada daha çox inkişaf edir. Amma bu bugünkü mövzumuz deyil. Mən bugün daha çox futbol üzrə fokuslanmaq istəyirəm. Azərbaycan futbolunun hazırki durumu. Təsəvvür edin ki, Azərbaycan futbolunun hazırki durumu o vəziyyətdədir ki, bizim 12 komandadan ibarət çempionatımızda öz stadionunda futbol oynayan, xüsusilə də bölgələrimizdə futbol oynayan təkcə bir Qəbələ Futbol Klubu var. Şamaxı Futbol Klubu var. Şamaxı Futbol Klubunun da o örtüyü sintetik materialdır və bu futbol üçün heç də arzu olunan deyil. UEFA kriteriyalarında belə bu bir qədər uyğunsuz hesab olunur. Çünki təbii o örtü futbolçuların zədələnməsinin qarşısını alır əhəmiyyətli ölçüdə. Təbii o örtüyündə futbol elə adından göründüyü kimi daha təbii gedir, daha sürətli futbol gedir, daha texnikalı futbol nümayiş etdirmək olur. Stadion problemi, yəni mən onu demək istəyirəm. İmişli Futbol Klubu var Azərbaycanda, hal-hazırda bizim əsas çempionatımızda mübarizə aparır, amma oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirir, gah da Şamaxıda keçirir. Hələ bilinmir bundan sonra harada keçirəcək. Karvan Futbol Klubunun stadionu hal-hazırda yoxdur. O da Bakıdakı stadionlardan birini istifadə edir. Araz Futbol Klubunun Naxçıvan kimi yerdə, Naxçıvan Muxtar Respublikasında necə olur ki, bir stadion belə biz inşa edə bilmirik? Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə, baxın, biz yenə də siyasi mövzuya gəlirik, amma təbii ki, bunun həm də birbaşa siyasətə bağlıdır. Bu həm də birbaşa iqtisadi azadlıqlara bağlıdır. Bu həm də birbaşa ölkədəki ədalət sisteminə bağlıdır. Necə ola bilər ki, Naxçıvanda bugünə kimi bircə dənə Avropa standartlarına uyğun bir stadion tikilib təhvil verilə bilmir. 93-cü ildən bəri, 91-ci ildən bəri, 92-ci ildən bəri Azərbaycan çempionatları keçirilir və 93-cü ildən bəri Yeni Azərbaycan Partiyası hakimiyyətdədir. 32 ildən daha artıqdır. 32 ilə siz heç olmasa bir 13 minlik stadion Naxçıvanda tikə bilməzdinizmi? Bir bazası olan, təbii o örtüyünə malik. Naxçıvanda stadion var, hətta orada bir dəfə Azərbaycan Kubokunun finalı da keçirilib.
Amma bu stadion standartlara cavab vermir. O stadion həm də süni ox örtüyünə malikdir. Ya da ki, Mingəçevirdə olsun, ya da ki, Gəncənin özündə indi stadion tikilir və bu yaxınlarda MDB oyunları ilə bağlı stadionun açılışı oldu. Düzdür, Gəncədə də stadion var idi, amma onda da kifayət qədər problemlər var idi. Xüsusilə azarkeşlərin oturacağı sektorlarda. Orada hətta bizim dövlət qurumlarımızdan Fövqəladə Hallar Naziri, mən səhv xatırlamıramsa, bir açıqlama vermişdi ki, bu sektorlarda azarkeşlərin olması onların həyatı üçün təhlükəli ola bilər. Və təsəvvür edin ki, stadion Gəncə kimi şəhərdə Azərbaycanın ən tarixi, ən qədim şəhəridir. Və Gəncə futbolu Azərbaycan müstəqillik dövründə, müstəqillikdən əvvəlki dönəmlərdə də, SSR dönəmində də Gəncə futbolu, Azərbaycanda Tovuz futbolu, Gəncə futbolu, bunlar Azərbaycanda ən çox futbolçu verən, ən çox futbola marağı olan bölgələrdən biri kimi hesab olunur. Amma təsəvvür edin ki, Gəncədə biz stadion açılışını hələ indi edirik. Kəpəz hələ ki orada, Gəncəni təmsil edən Kəpəz Futbol Klubu hələ ki orada heç ev oyunlarını belə keçirməyib. Yəqin ki, bu yaxınlarda noyabr ayından mən səhv etmirəmsə etibarən artıq stadiona qayıdacaq və orada keçirəcək. Bölgə futbolunun inkişafı bizdə niyə ləngiyir? İlk növbədə mən düşünürəm ki, bu təbii ki, burada problem sponsorlar məsələsidir. Bizim hələ də yüksək liqada, yəni əsas çempionatımızda mübarizə aparan klublarımız var ki, onların sponsorları yoxdur. Mən düşünürəm ki, bu sponsor məsələsini necə həvəsləndirmək olar sponsorları ki, futbola maraq göstərsinlər. Burada bəzi iqtisadi güzəştlər etmək olar, vergi güzəştləri etmək olar ki, futbol klublarına sponsor keçən şirkətlərə, sponsor keçən müxtəlif iş adamlarına vergilərdə endirimlər olsun. Ən azı onlar 5 il vergilərdən məhrum edilə bilər və yaxud da ki, onlara minimal məbləğ kimi, məsələn, formal olaraq 5% kimi onların vergiləri endirilə bilər ki, siz bəli bir futbol klubuna sponsorluq edirsinizsə, dövlət sizi 5 il ümumiyyətlə vergilərdən məhrum edir və yaxud da ki, 5 il, indi mən məsələn 5 il deyirəm, 5 il məsələn siz 5%-ə qədər cəmi vergi ödəyəcəksiniz. Və yaxud da ki, onların futbol klubuna ayırdığı məbləğləri vergidən azad etmək olar ki, bu da onlara bir növ gəlir mənbəyi kimi yanaşmağına xidmət edir. Futbol klublarımız sponsoru olmadığı təqdirdə təbii ki, onların artıq təkcə dövlətdən alan maliyyəyə baxır, AFFAdan onlara ayrılan maliyyəyə baxır və bu da inkişafa gətirib çıxarmır. Və bölgə klubları inkişaf etmədikcə, bölgə klublarının daxilində seleksiya işi doğru getmədikcə, seleksiya işi təkcə Avropa bazarında futbolçu tapmaq deyil ki, seleksiya işi həm də bizim bölgələrimizdə yaxşı futbol oynayan məktəbli uşaqları, yeniyetmələri, gəncləri kiçik yaşlarından etibarən futbola cəlb edilməsidir. Və bu həm də gənclərimizin sağlam həyat tərzinə can atmasına, yanaşmasına gətirib çıxaracaq. Yəni dövlət burada bir məsələ ilə bir neçə problemi həll edə bilər. Bölgə klublarının inkişafı doğrudur. Bugün Azərbaycanda artıq əsas liqadan kənar 2 digər liqada yaradılıb ki, orada da region klubları daha çoxdur. Bunun əvvəl region liqası yaradılıb ki, orada da yarım peşəkar futbol klubları, yəni həvəskar futbol klubları mübarizə aparır. Onlar da böyük əksəriyyəti bölgələri təmsil edir. Amma onların özlərinin maliyyə durumu nə yerdədir? Onların özlərinin stadion məsələsi nə yerdədir? Bugün Azərbaycan futbolunun ən böyük problemi pulla yanaşı, yəni sponsorla yanaşı, həm də stadion məsələsidir. Bakının özündə, məktəblərin özündə, regionların özündə nə qədər bizim təbii ot örtüyünə malik yaxşı stadionlarımız var. Demək olar ki, yoxdur, çox azdır. Və necə ola bilər ki, hər rayonda icra başçılarına göstəriş verilmir ki, siz bir stadion tikilməsini elə dövlət büdcəsinə olsun, fərq etməz. Onsuz da icra hakimiyyətləri dövlət büdcəsini rayonda istədiyi formada xərcləyə bilirlər. Yenə bu oluna sağa sola və bu hamıya zaten bəllidir. Necə ola bilər ki, həmin o icra başçıları necə olur ki, yəni bir stadion tikintisini belə üzərinə götürə bilmir. Məsələn, bizim bölgələrimizdə Xəzər Lənkəran futbol klubu var idi, Lənkəranı təmsil edən. Yaxşı da stadionu vardı, yaxşı da sponsoru var idi. Amma bugün Xəzər Lənkəran futbol klubu heç region liqasında belə yoxdur. Nəinki 2-ci liqada, 1-ci liqada və yaxud da ki, ən üst liqada, əsas çempionatımızda.
yaxşı Xəzər Lənkəran kimi futbol klubu, o cür azarkeşi olan futbol klubu niyə heç olmasa region liqasında yoxdur? Təbii ki, bunun da bizim bilmədiyimiz pərdə arxası nüansları var. Gələk indi iqtisadi məsələni danışırıq, gərək ədalət məsələsinə və biznes azadlığı olmayan yerdə, dövlətin özünün ədaləti olmayan yerdə, təbii ki, onun vətəndaşları da zaman-zaman artıq ədalətdən uzaqlaşır, ədalətə münasibətdə soyur. Ədalət anlayışını itirir cəmiyyətlər. Dövləti quran insanlar olsa da, dövlət insanları formalaşdırır, öz vətəndaşını formalaşdırır, gələcək nəsli formalaşdırır. Bu dövləti Azərbaycanlılar qurub, bəli, biz qurmuşuq. Amma hazırki dövlət Azərbaycanlıları ədalətsiz olmaq üzrə formalaşdırır. Bizim digər bütün sahələrdə olduğumuz kimi futbolumuzda da ədalət yoxdur. Mən burada təkcə bunu hakim problemləri haqqında futbol oyunlarına baxan bilər ki, Azərbaycanda hakimlik məsələsi də problemlidir. Doğrudur, bu bütün dünyada bu dəqiqə VAR sistemi çıxandan sonra hakim məsələsi problemlidir, amma Azərbaycan çempionatında da biz zaman-zaman bu problemləri, bu nöqsanları görürük. Mən təkcə ədalət məsələsini o haqda demirəm. Məsələn, bizdə niyə gənc futbolçular yetişmir? Çünki burada da ədalət məsələsi var. Tapşırıqlı uşaqlar irəli çəkilir aşağı yaş qruplarında. Və yaxud da bəzi uşaqlar var ki, imkanlarına görə gəlib 18 yaşına çatanda hərbi xidmətdən necəsə azad olunur və onların futbolçu karyeraları inkişaf edir, nisbətən irəli gedir, amma onların çox yüksək perspektivi olmasa da. Amma bir qrup gənc var ki, onların 18 yaşına çatanda artıq hərbi xidmətə yollanır və bir il yarım hərbi xidmətdən sonra və yaxud da ki, universitet oxuyursa 4 il tələbəlikdən sonra 21-22 yaşda hərbi xidmətə gedir, 1 il hərbi xidmət keçdikdən sonra təbii ki, artıq futbolçu formasını itirir. Futbolçu formasından burada söhbət gedir, fiziki durumundan, oyun praktikasından söhbət gedir. Və bu uşaqların inkişafının qarşısına alan ən böyük əngəllərdən biridir. Və seleksiya işlərinin doğru aparılmaması, seleksiya işlərinin ədalətli aparılmaması. Ümumiyyətlə, bu özü böyük bir sualdır ki, Azərbaycanda neçə klubun seleksiya qrupu var klub daxilində və bu seleksiya işi ilə neçə nəfər məşğul olur? Onlar hansı regionlarda olurlar, seleksiya işləri aparırlar? Digər, bundan daha öndəki məsələ, bizdə neçə futbol klubunun akademiyası var. Qəbələ Futbol Klubunun akademiyası var idi. O da bildiyiniz kimi bir neçə ay bundan əvvəl bağlandı. Bilməyənlər də elə buradan öyrənsin. Amma Qəbələ Futbol Klubunun çox yaxşı yetirmələri olub. Biri ilə Bəhlul Mustafazadə bugün Qarabağın ən əsas mərkəz müdafiəçilərindən biridir və Qarabağın nəticələri də göz önündədir. Benficanı məğlub edir səfərdə. Evdə Kopenhageni 2-0 hesabı ilə top buraxmadan məğlub edir və təkcə Bəhlulla kifayətləndir təbii ki. Digər oyunçular da var, amma mən bugün ən öndə gedəni göstərdim. Və bu akademiyaların olmadığı bir şəraitdə, akademiya varsa da, oradakı seleksiya işlərinin ədalətli aparılmadığı bir durumda biz necə futbolçu yetişdirə bilərik ki? Və yaxud da biz yetişdirmiş futbolçuları necə gedib Fransa millisi üzərində hər hansısa bir nəticə gözləyə bilərik? Həm də Fransada fərqi yoxdur, bu oyun Bakıda, Gəncədə də keçirilsə, yenə də Fransa aşkar favoritdir və qorxulu şəkildə hətta aşkar favoritdir. Bundan 20 il öncə bizim Usil faciəmiz var. Azərbaycan futbol millisinin tarixində ən pis məğlubiyyətlərdən biridir 10-0 hesabı ilə. Mən ümid edirəm ki, bugün 10-0 hesabı təkrarlanmaz. Heç olmasa 7 topdan, 6 topdan aşağı buraxmaq mənə görə bugün uğurlu olar. Uğur adlandırmasa da qənaətbəxş hesab etmək olar. Çünki bizim millinin potensialı budur. Və biz elə Azərbaycanda futbolu inkişaf etdirmək üçün ölkədə həqiqətən də bunu mən işim siyasi fəaliyyətlə məşğul olduğuma görə demirəm. Amma ölkədə futbolumuzun inkişafı həm də ölkədə siyasi və iqtisadi hüquqi azadlıqlardan irəli gələcək. Və ölkədə iqtisadi azadlıq olmadığı təqdirdə, ölkədə hüquqi azadlıq olmadığı təqdirdə, ölkədə şəffaflıq, ədalətli sistem olmadığı təqdirdə Azərbaycan futbolunun da inkişafı arzu olunan inkişafı mən inanmıram ki,